Həyatda məqsədinizi itirdiyinizi hiss etdiyiniz anlar olub, yaxud elə bir qorxu ki, sizi addım atmaqdan saxlayır. Bu videoda açacağımız 10 gizli məktub məhz bu qorxuları yox etmək və həyatın anlamını dərk etmək üçün gizli qalan sirləri üzə çıxarmaq üçün yazılıb. Əgər hazırsınızsa, özünüzə videonu izləmək üçün rahat bir yer tapın, başlayaq. O zaman hazırsınızsa, birinci məktubdan başlayaq. Gördüyünüz kimi birinci məktubumuz orijinallığın gücü ilə bağlıdır. Birinci məktubu oxuyuram. Bizim özümüzə bəxş edə biləcəyimiz ən mühüm hədiyyə şəxsi həyatımızı yaşamaq üçün qəbul etdiyimiz öhdəliyimizdir. Əlbəttə, özümüzə qarşı sədaqətli olmaq çətindir. Bunun üçün cəmiyyətin tamahından, yoldan çıxarma cəhlərindən azad olmalı, öz həyatımızı öz dəyərlərimiz altında, öz şərtlərimizlə və şəxsi arzularımıza uyğun yaşamalıyıq. Bizi biz edən öz gizli mənimizi oyatmalıyıq. Dərinliklərdə görünməz ümidlərimizi, arzularımızı, gücümüzü və zəifliyimizi araşdırmalıyıq. Biz indiyə kimi harda olduğumuzu, indi hara getdiyimizi dərk etməliyik. Yaşamaq istədiyimiz həyat qarşısında götürdüyümüz öhdəliyə qəbul etdiyimiz hər bir qərarın, atdığımız hər bir addımın düzgün, pak, halal olduğu və özümüz üçün, yalnız özümüz üçün xüsusilik daşıdığı aydın olmalıdır. Biz bu cür irəlilədikcə ən yüksək təsəvvürümüzdən belə artıq bir tale ilə qarşılaşacağımıza əmin ola bilərik. Keçək ikinci məktuba. Bəli, qorxularına qalib gəl. Gözə görünməz qorxu ehkamı bizi həmişə geri çəkir. Öz rahat ərazimizdə saxlayır. Əslində isə bunlar yaşamaq üçün ən az təhlükəsiz olan yerlərdir. Həyatda ən böyük risk etməməkdir. Amma hər dəfə qorxduğumuz şeyi etməklə qorxunun bizdən aldığı gücü geri qaytarırıq. Hər dəfə böyümək və inkişaf etməyin əziyyətinə qatlaşanda daha çox azad oluruq. Qorxunun içinə nə qədər çox nüfuz ediriksə, o qədər çox güc əldə edirik. Bu yolla biz həm qorxusuz, həm də güclü böyüyürük. Arzularımızdakı həyatı yaşamağın yolu sadəcə bundan ibarətdir. Üçüncü məktub. Yadda saxlamaq lazımdır. Sözlərimiz fikirlərimizi ifadə etdiyi kimi, hərəkətlərimiz də imanımızı əks etdirir. Nə qədər kiçik olmasından asılı olmayaraq heç bir hərəkətimiz əhəmiyyətsiz deyil. Kiminlə necə davranmağımız özümüz daxil olmaqla hamıya necə davrandığımızı ifadə edir. Kiməsə hörmətsizlik ediriksə, deməkdir ki, özümüzə hörmətsizlik edirik. Kiməsə güvənmiriksə, özümüzə etibar etmirik. Kiməsə qarşı qəddar olsaq, özümüzə qarşı qəddar olarıq. Ətrafdakıları qiymətləndirə bilməsək, özümüzü qiymətləndirə bilmərik. Görüşdüyümüz hər bir insana qarşı etdiyimiz hər bir işlə gözləndiyindən daha çox xeyirxah, daha çox səxavətli və mümkünlüyünü düşündüyümüzdən daha çox xoş xasiyyətli olmalıyıq. Başqa insanla keçirdiyimiz hər bir dəqiqə öz yüksək dəyərlərimizi ifadə etmək və öz insanlığımızla kiməsə təsir etmək üçün bir imkan, şans da deyərdim. Biz hər dəfə bir insanı yaxşılığa çəkməklə dünyanı yaxşılaşdıra bilərik. Dördüncü məktubumuzda nə var? Əvvəlki videolarımızda da bəhs etdiyimiz gündəlik, kiçik, amma həyatımızı dəyişəcək hərəkətlər. Bizim kiçik şeyləri necə etməyimiz, hər şeyi necə etməyimizi müəyyən edir. Əgər biz kiçik tapşırıqlarımızı yaxşı icra etsək, böyük cəhlərimizdə də üstünlüyə nail olarıq. Sonra isə ustalıq bizim varlığımıza hopar. Lakin ən əsası, hər kiçik cəhd növbəti cəhd üçün baza rolunu oynayır. Beləliklə, kərpic-kərpic möhtəşəm şeylər yaratmaq olar. Dərin inam inkişaf edər və qeyri-adi xəyallar reallığa çevrilər. Əsil hikmət sahibləri gündəlik inkişafın vaxt keçdikcə həmişə müstəsna nəticələrə gətirib çıxardığına inanırlar. 5-ci məktub. Dünyada əhəmiyyətsiz iş yoxdur. Hər bir zəhmət şəxsi istedadımızı ifadə etmək, öz əsərimizi yaratmaq və keyfiyyətləri ilə doğulduğumuz dahiliyi dərk etməyimiz üçün bir fürsətdir. Biz Pablo Picasso'nun işlədiyi kimi sədaqətlə, həvəslə, yorulmadan və qənimsiz işləməliyik. Bu yolla uğurlarımız təkcə başqaları üçün ilham mənbəyi olmaqla qalmayaraq, həm də ətrafımızda olanların həyatında dəyişiklik edə biləcəyi təsirə malik olacaq. Gözəl yaşamağın ən böyük sirlərindən biri əhəmiyyətli işlərə sahib olmaqdır. Gördüyün işdə adamların gözlərini səndən çəkə bilməyəcəyi yüksəkliyə ucalmalısan. Qənimsiz sözünün mənasını bilmirsinizsə, izah edeyim. Qənimsiz sözü misilsiz, tay bərabəri olmayan, bənzəri olmayan, bənzərsiz anlamlarını verməkdədir. Dostlar, artıq 5 məktubu geridə qoyduq. Ümid edirəm ki, bu qeyd etdiyimiz 5 məktubdan özünüz üçün xüsusi qeydlər götürmüsünüz. Çünki inanın mənə, sizin gələcək həyatınızda da
şəxsi xarakterə sahib və imanlı biri kimi yetişmənizdə bu məktublarda qeyd etdiyim məsələlər çox vacib bir rol oynayacaq. Yəni bu məktub sadəcə indi bu videonu izləyərkən deyil, sizin gələcək həyatınızda da xüsusi rola sahib olacaq. O zaman bu 5 məktubu dərk etdiksə, 6-cı məktubdan davam eləyə görək, ondan nə çıxacaq. 6-cı məktub. Biz öz həyatımızı tək yaxud dünyadan təcrid olunmuş vəziyyətdə keçirmirik. Odur ki, biz həyatımıza daxil edəcəyimiz adamların kimliyindən agah olmalıyıq. Sizi ilhamlandıran və enerji verən yerlərdə vaxt keçirməyiniz, sizi ucaldan və mənəvi ruhunuzu qaldıran adamlarla təmasda olmağınız müdriklik əlamətidir. İstər işdə, istərsə də şəxsi həyatımızda bu xoş təsir bağışlayan dostlar və məsləkdaşlar bizi həqiqi özümüz olmağa və öz həqiqi həyatımızı yaşamağa ruhlandıracaq. Artıq son məktuba doğru addımlayırıq. Hazırsınızsa 7-ci məktubu açaq. Əksər insanlar qocalıb əldən düşənə kimi həyatda nəyin ən vacib olduğunu dərk etmirlər. Onlar ömürlərinin ən yaxşı illərini sonda çox az əhəmiyyət kəsb edən şeylərin axtarışına sərf edirlər. Cəmiyyət həyatımızı maddi şeylərlə doldurmağa sövq etdiyi halda həyatı daha yaxşı dərk edənlər bizi daxilən zənginləşdirən və həyatda qalmağımıza kömək edən zövqlərin daha vacib olduğunu bilirlər. Hazırki vəziyyətimizin nə qədər asan yaxud çətin olmasından asılı olmayaraq, hamımızın ətrafında hesaba alınmasını gözləyən nemətlər var. Bu nemətlərin qədrini bilsək, xoşbəxtliyimiz artar, minnətdarlığımız çoxalar və yaşadığımız hər bir günü bizə verilən əvəz olunmaz hədiyyə kimi qəbul edərik. 8-ci məktubumuz biraz qısa və konkretdir dostum. Həyatın məqsədi sevgidir. Necə yaşamağın, necə sevməyindən asılıdır. Ürək başdan ağıllıdır. Ona inan. Onun diktə etdiyi kimi hərəkət et. Bəzən insan öz ağlına yox, ürəyinə inanmalıdır. Bunu yaddan çıxartma. 9-cu məktubumuz. İnsan ol. Harda olmağının, hansı işdə işləməyinin, hansı biznesə sahib olmağının, varlı və yaxud da kasıb olmağının heç bir fərqi yoxdur. Düşdüyün istənilən mühitdə insan olmağı bacar. Bizi heyvanlardan fərqləndirən bəzi xarakterlərimiz, xüsusiyyətlərimiz var. Buna görə də düşdüyümüz istənilən mühitdə insan olmağı bacarıraq digər canlılara insanlığımızı göstərməliyik. Həyat insanların insan olduğu zaman həyat kimi yaşanılır. Dostlar, ən sonuncu 10-cu məktubumuza keçməmişdən qabaq istəyirəm ki, bundan əvvəlki videom barədə biraz qısa məlumat verim. Əgər o videonu izləməmisənsə, bunu nəzərinə çatdırım ki, o videoda 20 dəqiqə ərzində hər gün 1% inkişaf eləməklə ilin sonunda hansı nəticələrə gələcəyin həqiqətən də özünü də təəccübləndirəcək. Təxminən 20 dəqiqəlik bir videodur. 20 dəqiqə boyunca inan ki, sənin üçün çox faydalı olacaq məlumatlar və faktlardan danışmışam. İndi isə gəlin son olaraq 10-cu məktubumuzu açaq. Bəli, sonuncu məktubumuz. Həyatda artıq adam yoxdur. Hər birimiz bu dünyaya müəyyən səbəbdən xüsusi məqsəd, missiya üçün gəlmişik. Bəli, özün və sevdiklərin üçün gözəl həyat qur. Bəli, xoşbəxt ol və mümkün qədər əylən. Bəli, cəmiyyətin sənə diktə etdiyindən daha çox öz ürəyincə olan formada uğur qazan. Baxın, kiməsə görə uğur qazanmayın. Özünün ürəyincə olduğu fəaliyyətlərlə dolu bir uğur qazan. Lakin hər şeydən əvvəl lazımlı ol. Həyatının mənası olsun, faydalı ol. Bacardıqca çox adama gərək ol. Bizim hər birimiz məhz bu yolla adi aləmdən qeyri-adi aləmin yüksəkliyinə qalxa bilərik. Nəhayət, hələ də sağ olan ən yaxşı insanların əhatəsində qal. Dostum, bu videoda həqiqətən sənə bacardığım qədər bildiyim faydalı məlumatları bu 10 gizli məktub missiyası altında sənə çatdırmaq istədim. Ümid eləyirəm ki, həqiqətən çox faydalı bir kontent alındı. Əgər bu video xoşuna gəldisə bəyənə bilərsən, bəyənmədinsə, yəni öz fikrini bildirə bilərsən şərhdə. Ümid eləyirəm ki, bundan sonra daha da yaxşı videolar gələcək. Ona görə izləmədə qalın. Sağ olun, salamat qalın, çalışın, inkişafsız qalmayın.